Blok imtahan sualına düşən uşaqlar. Belə bir sual var ki, bərabəryanlı üçbucağın təpə bucağı betadır və kotangens beta bərabərdir kök altda 3. Oturacağı bitişik bucağı tapın. Uşaqlar, mən belə bir üçbucaq çəkirəm. Fikir verirsiniz? Deyir, təpə bucağı betadır. Aha. Mən yan tərəflərdə əgər bərabər yanlıdırsa, demək yan tərəflər bir-birinə bərabərdir və oturacağı bitişik bucaqlar da onda nə olacaq? Bir-birinə bərabər olacaq. Deyir ki, kotangens beta bərabərdir kök altda 3. Uşaqlar, mən də baxmalıyam ki, kotangens beta bu kök altda 3'ü hansı dərəcədə alır? Yəni neçədə alır? Uşaqlar, biz bunu bilməliyik və bilirəm ki, kotangens beta kök altda 3'ü 30 dərəcədə alır. Demək, bura 30 dərəcədir. Elədir uşaqlar. Aha, bilirəm 3 bucaqlar cəmi 180 dərəcədir. 180-dan 30'u çıxıram 150. 150'ni də yarıya bölürəm, 2 yerə bölürəm. Bura olur 75. Burada olur 75C variantı.